Salam, bugün mən sizə Coğrafiya Güvən Nəşriyyatı 2024-cü il demək səhifə 296-dan keçən video dərslərdən izah etdiyim kimi dil ailələri, dil qrupları və onlara daxil olan xalqlar haqqında məlumat vermişdik. Növbəti dərsimiz Hind-Avropa dil ailəsinə demək İran dil qrupuna daxil olan xalqlar haqqında məlumat verəcək. İran dil qrupuna farslar, kürdlər, taciklər, əfqanlar, talışlar, tatlar, osetinlər və baluçlar daxildir və daha ətraflı demək izah edək, dərsləri izah edək və keçən video dərslərdə Slavyan və German dil qrupları haqqında və onlara daxil olan xalqlar haqqında məlumat vermişik. YouTube kanalıma abunə olub həmin video dərslərə baxa bilərsiniz. Farslar demək İranlı kökənli bir xalqdır, yəni əsasən İranda yaşayan bir xalqdır. Ümumi sayları 50 milyon nəfərdən 50 milyon nəfər 2018-ci ilin məlumatlarına əsasən və dünya üzrə yayıldığı ölkələr qeyd olunur. İranda, Türkiyədə, Birləşmiş Ərəb Əmirliyi, İraq, ABŞ deməli yaşayan farsların sayı burada qeyd olunmuşdur. Dilləri fars dilidir. Qohum xalqlar İran dilli xalqlardır və məskunlaşmaları və sayları haqqında burada məlumat verilmişdir. Müxtəlif ölkələrdə yaşayırlar. Demək Kanada, Fransa və sair ölkələrdə. Fars dilli xalqların mənşəyi fars sözünə ilk dəfə eradan əvvəl 9-cu əsrə aid qədim Aşur kitabələrində rast gəlinmişdir. Fars sözü qədim Pəhləvi dilində iti, cəld anlamını ifadə edir. Eradan əvvəl 3-cü minillikdə Şərqi Avropa düzəngahlarından kütləvi şəkildə köç edərək Orta Asiyada, oradan da Fars körfəzinin şimal-şərq ərazilərindəki qədim yurtlarına qayıdaraq məskunlaşmışlar. Bu ərazi onların adı ilə Parsa, Persiya, Parsiyana müasir dövrdə Fars Ustanı adlanırdı. Eradan əvvəl 9-cu əsrin ikinci yarısında isə farslar tayfa ittifaqı yaratmışlar. Ona Əhəmənilər sülaləsi başçılıq etmişdir. Sülalənin banisi də Əhəmən olmuşdur. Əvvəl Aşurun, sonra isə Midiyanın tərkibində olmuşlar. Eradan əvvəl 550-ci ildə Midiyada hakimiyyəti ələ alan Parsa hakimi 2. Kirs Əhəmənilər dövlətinin əsasını qoymuşdur. Əhəməni Fars imperiyası eradan əvvəl 331-ci ildə qədər mövcud olmuş və Fars xalqının burada qeyd olunur, əsasını təşkil edir. Farslar İran xalqıdır. Onlar Ənzan və Ənzan Cənubi Elam bölgəsində məskunlaşmışlar və paytaxtları Şuşa şəhəri idi. Etimoloji cəhətdən bu söz Pars, Pers sözündən gəlir. Pars sözü ərəb dilinin təsiri ilə Fars sözünə çevrildi. Ərəb dilində olmayan P hərfi F hərfi ilə əvəz olundu. Ərəb dilində bu iki səs ümumi qapalı A səsi ilə təmsil olunur. Ərəb dilində P səsi olmadığı üçün ərəblər tərəfindən Pars, Pers sözü yox, Pers yox, Fars, Fers adlandırdılar və sonradan onlar ümumiyyətlə bu adla tanınmağa başladılar. Beləliklə başa düşüldüyü kimi farslar müsəlman olmazdan əvvəl bu adlarla tanınırlar və onlar bugünkü İranlıların əcdadları hesab olunurlar. Qədim İranda qurulan iki ən vacib imperiya olan Əhəmənilər və Sasanilər farslar tərəfindən qurulmuşdur.
Kürdlər yaxın şərqdə Türkiyə, İraq, İran, Suriya ərazisində kompakt halda yaşayan xalq əsasən Kürd, Türk, ərəb və fars dillərində danışırlar. 30 milyon, ümumi sayı 30 milyon, 35 milyon, 22 min nəfər hesab olunur. Yaşadığı ərazilər Türkiyə, İraq, İran, Suriya, Almanya, Əfqanistan və s. bir çox ölkələrdə yaşayır. Həmçinin Azərbaycanda da 6100 nəfər 2009-cu ilin göstəricilərinə görə 6100 nəfər deməli Kürd yaşayır. Kürd xalqı yaşayır və dili Kürd dili, Türk dili, dini İslam, demək burada azlıq Yezdanizm, Xristianlıq və İudaizm. Qohum xalqlar farslar, bəluçlar, puştunlar və talışlardır. Və burada milli geyimləri göstərilmişdir. Taciklər Tacikistanda, İranda, Əfqanistanda və Özbəkistanda kompakt halda yaşayan xalq tərkibinə 10 etnik qrup daxildir və sayları təxminən 18-25 milyon nəfərdir. Və dünya üzrə yayıldığı, yaşadıkları ölkələr burada qeyd olunur. Ölkələrdə yaşayan taciklərin sayları qeyd olunmuşdur. Əfqanistan, Tacikistan, Özbəkistan, İran, Rusiya, Almanya və s. Dili tacik dilidir, fars dili. Dini İslamdır. Qohum xalqlar, İran dilli xalqlar, Uyğurlar. Əfqanlar Əfqanistan vətəndaşlarına verilən ad. Bununla belə Əfqan sözü konkret olaraq hər hansısa bir etnik qrupu ifadə etmir. Puştunlar Əfqanistanın ən böyük etnik qrupu hesab olunurlar. Onlar təxminən ölkə əhalisinin 42%-ni təşkil edirlər. Taciklər 27%, Hazaralar 9%, Özbəklər 9% və Aymaqlar 4%, Türkmənlər 3%, Bəlucular isə 2% təşkil edir. Puştu dili və fars dilinin demək ləhcəsi, dəri ləhcəsi Əfqanistanda ən çox demək danışılan dillərdəndir. Bu iki dil də ölkənin rəsmi dilləri hesab olunur. Və dünya üzrə Əfqan diasporu. 48-52 milyon nəfərdirlər. Burada ümumi yaşadığı ərazilər qeyd olunmuşdur. Sayları qeyd olunmuşdur. İranda, Pakistanda, Almanyada, Amerika Birləşmiş Ştatlarında, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Türkiyə, Kanada və s. bir çox ölkələrdə yaşayan əfqanların sayları qeyd olunmuşdur. Talışlar, Talış demək və ya Talış xalqı Azərbaycan Respublikasının cənub-şərqində Lənkəran, Astara, Masallı, Lerik və Bakı rayonlarında, eləcə də İranın şimal-şərq əyalətləri olan Gilan və Ərdəbildə yaşayan İran xalqıdır. Və burada İranda yaşayan Talışlar təsvir olunmuşdur 1933-cü ildə çəkilən şəkildə. 912 min nəfərdir. Yəni burada İranda, daha doğrusu İranda 700 min, 1 milyon nəfər,
Azərbaycanda 200 min, 300 min nəfər, Rusiyada 2529 nəfər. Dilləri Talış dilidir, dinləri İslam dinidir, Sünni və Şiə dinləridir, məzhəblərdir. Əlaqəli etnik qruplar İran xalqları, Zazalar, Tatlar və Gilaklar. Talışlar Xəzər dənizinin cənub-qərb sahilində yerləşən Talış adlanan bölgədə yaşayırlar. Bu bölgə Talış dilində danışan yerli Talış xalqının vətənidir. Talışların ulu ucdadları, əcdadları İran tayfası olan Qaduşilər hesab olunur. Qaduşilər bu fərziyyə Talışların hazırda Qaduşi tayfasının yaşadığı bölgənin bir hissəsində yaşadıqlarına əsaslanır. Və burada Talış xalqının dili haqqında məlumat verilmişdir. Talış xalqının dili Talış dilidir. Əsasən Talışa ən yaxın dillər Şimali İranda danışan Tat və Zazaki dilləridir. Bu üç dil şimal-qərbi İran dilləri daxilində qədim Azərbaycan dilinə aid olan Ədhar Azəri dilləri qrupuna daxildir.